Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. Lakin onlar şəkkə qapılıb əylənirlər. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı, acılı bir əzabdır. Onlar, ey Rəbbimiz, bizi bu əzabdan qurtar, biz də iman gətirək deyəcəklər. Onlar necə öyüd nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də, onlar ondan üç çevirib, öyrədilmiş bir dəlidir dedilər. Biz əzabı biraz sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qaydacaqsınız. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, biz onlardan intiqam alacağıq.